Uzun aradan sonra bugün bacımla görüşmeye gedirəm. Gəlin bərabər hazırlaşaq. Bilirsiniz ki, biz bir ildən çoxdur ki, ailəmizə danışmırdıq. Bu məsələdə təbii ki, bacımla bizim görüşməyimizi də əngəlləmişdi. Artıq hər şey yoluna düşdüyünə görə də dedik, niyə də olmasın, ailəmizlə barışığın şərəfinə bacılar deytini həyata keçirib anın dadını çıxaraq. Və bu məqsəddə də sürətli şəkildə hazırlaşıb çıxıram evdən və nəhayət bacımla görüşüb ənənəyə sadiq qalaraq yollanırıq parka doğru. Bizim ən çox bir-birimizə bənzəyən xarakterlərimizdən biri də budur ki, harda oluruqsa olaq, mütləq şəkildə bol-bol şəkillər və videolar çəkilməlidir. Bunu da qeyd edim ki, biz bir araya gələndə qətiyyən ciddiyyətin nə olduğunu bilmirik. O qədər gülərik ki, günün sonunda ya qarnımız ya da ağzımız ağrıyar. Şəkillər və videolar çəkməkdən yorulub, biraz dincəlmək məqsədi ilə düşündük ki, oturub bir çay içək. Təbii ki, uzun zaman sonra bacımın əllərindən süzülmüş çay içmək təbii ki, çox xoş idi. Qarnımızı doyurub yenidən birlikdə gözəl anlar toplamaq üçün bütün parkı yuxarıdan aşağı gəzdik. Demək olar ki, hər ikimizin də uşaqlıqdan bəri ən sevdiyimiz məkanlardan biridir bu. Bu arada parkda uzunqulaq da gördük. Orada nə işi var idi düz onu da bilmirəm. Hər nəysə, ardınca yollandıq parkın ən sevdiyim karusellərdən birinə. Mənə parkda ən çox bu karusellər daha çox uşaqlığımı xatırladır. Bu arada heç bir karuselə minmədik. Yəqin ki, hava soyuq olduğundan dolayı bağlı idi hər biri. Biz də əsas məsələ şəkillər çəkə bildik. Ardınca da qarnımızı doyurmaq üçün Şambağı restoranına gəldik. Beləcə də günümüzü bitirmiş olduq. Ümumiyyətlə bacımla mənim aramda olan bağ biraz fərqlidir. Mən evin ən kiçik qızıyam, o isə ortancıl. Amma bir-birimizə əkizlər kimi bağlıyıq. Diləyirəm ki, heç bir ailə və ya bacılar arasında heç bir zaman küskünlük olmasın. Biz də yeməkdən sonra qeybətimizi qırıb günümüzü sonlandırdıq. Bizim üçün çox xoş oldu. Növbəti və daha maraqlı vloqlarda görüşənədək.